Esselamu aleykum və rahmetullah. Değerli müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Allah Azza və Cəllə sizin əhlivizə, malınıza, dünya və axirətinizə bərəkət versin. Bugün həftənin şənbə günü mart ayının 14-düdür. Hər həftə olduğu kimi yenə də Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb və paketlənib. Deməli 50 ailə üçün ərzaq paketlənib. Onlardan 22'si bura Qaraçuxura gəlib və buradan inşallah Qaraçuxur məscidinə gələn kasıb, zəif, yaşlı, xəstə müsəlmanlara bu ərzaq paylarımız inşallah veriləcək. Bir zəhmət çək gözəl qardaşım. Baxın, alınan ərzaqlarımız, ət paylarımız gözəl şəkildə paketlənib və inşallah buradan bir-bir ehtiyacı müsəlmanlara paylanılacaq. Rəbbim sizin əhlivizə, malınıza bərəkət versin. Allah Azza və Cəllə sizdən qəbul etsin. Belə, Allah sizdən razı olsun bir daha. Esselamu aleykum. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün mart ayının 15-i 2026-cı il. Mallarımız paketlənib, maşına vurulub. Mehdabad, Binəqədi, Xırdalan ərazilərində olan ehtiyaclı ailələrə çatacaq. Allah Subhanahu taala bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün martın 14-ü 2026-cı il. Elhamdülillah Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin.